Və davam edirik əziz tamaşaçılar. Biz Difayda Aksu Qaradağ Lokbatanın oyununa bağlanmışıq. Qaradağ Lokbatanın heyətində daha bir dəyişiklik olacaq. 2-1 Difayda Aksu öndədir. İkinci hissəyə bağlanmışıq. Əla bir pas. Az qala 3-cü qolu vurmuşdu Difayda Aksu. Lokbatan təmsilçisi heyətində dəyişiklik. Və artıq son 4-1 hissə başladı. Son dəqiqələr bu oyunda. Siz də bizim YouTube kanalımıza abunə olun ki, bu cür maraqlı oyunları heç bir kanal sizə təqdim edər. Yala bir pas. Pressing. Qaradağ Lokbatan heyətində dəyişiklik oldu və suarı verək deyəsən olacaq. Amma Qaradağ Lokbatan heyətində futbolçular qaçdı Difayda Aksu'nun oyuncusunun yanına görə vəziyyəti necədir? Zədələnən oyuncu var Difayda heyətində. Qapının yanından keçir. Az qala Qaradağ Lokbatan hesabı bərabərləşdirmişdi. Difayda Aksu Qaradağ Lokbatan oyununda 2-1 Difayda Aksu'nun üstünlüyü var Xəqani Məmmədovun komandasının. Daha doğrusu Xəqani Məmmədov da Difayda Aksu'dan ayrıldı. Şimdi Difayda Aksu 3-cü qolun axtarışındadır. Xəqani Məmmədov da komandadan ayrıldı. Difayda Aksu'nun heyətində baş məşqçi postundan Xəqani Məmmədov getdi. Yəni bu komandada nə baş verir və nə olursa Adil Mahmudov da getdi. Xəqani Məmmədov da getdi. Komandada nələr baş verir ki, bu cür baş məşqçilər artıq bu komandanı tərk edirlər. Həqiqətən yəni mənə çox maraqlıdır. Artıq öz kanalımızda bir gün bu barədə video təqdim olunacaq sizlərə. Yəni qayda pozulub. Difayda Aksu'nun oyuncusu yerdə qalıb. 73-cü dəqiqə gedir. Və qapıdan zərbə ilə oyun davam edir. Aha, əla dürəmliklər gəlir. Artıq oyunun sonları da 70'dən oyunun asta sonları da 73-cü dəqiqə gedir. Qaradağ Lokbatan qapısı yerindədir. Ahmet Qulzadənin yetirmələri görə bir xalı götürə biləcəyim. Əgər Difayda Aksu qalib gələcəyi təqdirdə birinci liqada yerini qorumaq mənasında böyük bir addım atacaq. Pressing.
Artıq 74-cü dəqiqədə yekunlaşır. Korner vuracaq Ahmet Quluzadənin yetirmələri. Qayda pozulmuyor, hakim bildirir və top meydandan çıxmıyor. Və nə az qala Qaradağlı Ekbatan hesabı bərabərləşdirmişdi. Yenidən irəli atılır Ahmet Quluzadənin yetirmələri. Aha. Out Qaradağlı Ekbatanındı. Və pressing edir. Və out Qaradağlı Ekbatanındı. Pressing. Gol değil. Top qapının yanından keçir az qala. Qaradağlı Ekbatan Ahmet Quluzadənin yetirmələri hesabı bərabərləşdirmişdi. Qapıdan zərbə. Difayda Aksu'nun qapıcısı. Bu komandada nələr baş verir, nələr baş vermir. Artıq iki baş məşqçi birdən-birə komandanı tərk edib. Adil Mahmudovu komandanın baş məşqçi postuna gətirdilər. Adil Mahmudov öz şəxsi səbəblərini göstərərək komandadan ayrıldı. Xəqani Məmmədovu komandaya gətirdilər. Onun sayəsində komanda yaxşı irəliləyirdi, amma o da komandanın baş məşqçi postundan ayrılmağı səbəb oldu. Görə indi Difayda Aksunu kim çalışdıracaq? Sarı vərək olacaq və xəbərdarlıq etdi hakim. 77-ci dəqiqə 2 oyuncu da yerdə qalıb. Birinci liqanın bağlanış oyunundayıq. Mikrofon arxasında da mənəm, Dəmirov, Hüseyn Ağa. Ayağa durdu bir tər. Difayda Aksu'nun oyuncusu və cərmə zərbəsi vuracaq. Və az qala hesab 2-3-1 olmuşdu. Difayda Aksu bu oyunda qalib gəlsə, həm böyük bir addım atacaq ki, 8-ci pillədəki yerini qorumaqla yanaşı, birinci liqadan düşməmək zonasından müəyyən qədər uzaqlaşacaq əgər Qaradağlı Ekbatanı 2-1 məğlub eləsə. Qaradağlı Ekbatan əgər bu oyunda məğlub olsa, 9-cu yerə düşəcək və Difayda Aksu 8-ci pilləyə qalxaraq 1-ci liqada qalmağını müəyyən qədər təmin eləyəcək. Və pressing. Lapas. 79-cu dəqiqə. Qaradağlı Ekbatan indi əks hücum eləyəcək. İndi görək bir xal götürə biləcəkmi? Ahmet Quluzadənin yetirmələri.
Və out deyəsən olacaq ya da corner olacaq. İkisindən biri. Yox, out olacaq. Ahmet Quluzadənin yetirmələri out vuracaq. Aha, riskli hərəkətlər. Neler baş verir oyunda. 80-ci dəqiqə artıq başlayıb. Artıq oyun 9 dəqiqədən sonra bitəcək. Və bir difayda aksiyon. Yox, Qaradağ Xlakvatan əks-hücum eləyir və top meydandan çıxdı. Bizim təşkilatı dəstəklərimiz var. Amma dəyişiklik qoyulsun ya da yerdə qalan oyuncu var. Görək vəziyyəti necədir. Bizim təşkilatı dəstəklərimizə mən təşəkkürümü bildirmək istəyirəm. Bizimlə əməkdaşlıq edən futbol arenasına və Extra Time-a həm öz adımdan, həm də kanalımız adından təşəkkürümü bildirirəm ki, artıq futbol arenası düzdür bizimlə 2021-ci ildən etibarən düz indiyə kimi əməkdaşlıq edir, amma Extra Time bizə yanvar ayından etibarən qoşulub. Görək indi Qaradağ Xlakvatan bərabərlik qolunu yaxalaya biləcəkmi? Topu çıxartma, solcuna açılır. Və out olacaq. Out olmayacaq, cərimə təyin olunur. Və Şamaxı şəhər stadionunu görürsünüz. Əslində Şamaxı şəhər stadionunun ikinci meydançasıdır. Şamaxı 2 komandası burada öz ev oyunlarını keçirdir. Və yerdə qalan Qaradağ Xlakvatan oyuncusu var. Əgər bu oyunda Difayda Aksu qalib gələcəyi təqdirdə həm 8-ci pilləyə qalxır, həm də 1-ci liqada qalmaq uğrunda mübarizəni həm davam elətdirir, həm də müəyyən qədər 1-ci liqada qalmağı təmin eləyəcək. $82-ci dəqiqə gelir. Son dəqiqələr. Qaradağ Xlakvatan qapısı indi pressing eləyir. Və difayda aksiyon golkiperi yerindədir və Qaradağ Xlakvatan oyuncuları təzyiq edir qapıcıya qarşı. Bu komandada nə baş verirsə, difayda aksiyon heyətində artıq 2 baş məşqçi postunu tərk edib. Adil Mahmudov birinci komandaya gətirilmişdi. O öz səbəblərini göstərərək komandayla vidalaşdı. Xəqani Məmmədov da komandada 2-3 oyunluq qalaraq o da öz səbəblərini göstərərək komandayla yollarını ayırdı. Difayda Aksu'da nələr baş verir və nə olubsa iki baş məşqçi öz səbəblərini göstərərək komandayla vidalaşıb. 83-cü dəqiqə ikonlaşır. Və out. Qaradağ Xlakvatanın. Qaradağ Xlakvatanın da baş məşqçisi Ahmet Quluzadə.
pasını verir. Difai aksiyon bu köməkçi baş məşqçisini gördünüz. Artıq yəni bu komandada nələr baş verir ki, iki baş məşqçi öz səbəblərinə görə komandadan ayrılır. Və keçən tur Difai Aksu Qəbələni məğlub etmişdi, Qəbələyə uduzmuşdu. Ondan sonra Xəqani Məmmədov postuyla vidalaşdı. Difai Aksu'nun baş məşqçi postundan Qəbələyə uduzaraq vidalaşdı, amma birinci hissədə Difai Aksu o Qəbələ ilə oyunda diktə eləyən tərəf idi, amma burada da diktə eləyən tərəf Difai Aksu oyuncularıdır. Və top qapının üstündən keçir. 85-ci dəqiqə artıq gedir meydanda. Və qapıdan zərbə ilə Difai Aksu'nun golkiperi topu oyuna daxil edir. Və az qala Difai Aksu 3-cü qol axtarışındaydı və out Qaradağ Lokbatanın. Difai Aksu'nun oyuncusu yerdə qalıb. Həkimlər meydana dəvət olunur. Sizə əziz tamaşaçılar, futbol saatına abunə olun ki, maraqlı oyunlar sizə təqdim edəcəyik gələn həftə. O oyunları da canlı şəkildə izləmək şansınız olsun. Həkimlər artıq meydandadır. Artıq 3 dəqiqədən sonra oyun bitir. Difai Aksu'nun oyuncusu ayaq üstədə bayaq zədələnmişdi və Qaradağ Lokbatanı heyətində və Difai heyətində daha bir dəyişiklik olacaq. ...24 nömrəli oyuncu girir, 3 nömrəli oyuncu çıxır. Out Difai Aksu'nundu. Və pressing. Qaradağ Lokbatan görək bir xal xilas eləyə biləcəkmi? Və out Difai Aksu'nundu. Difai Aksu'nun heyətində daha bir oyuncu yerdə qalıb. Azarkeşin orada biri deyir ki, futbolçular yerdə qalıb, gəlin bir mərkəzi klinika açın. Və Lokbatan təmsilçisinin qapıçısı yerindədir. Və pressing. Out Qaradağ Lokbatan. Qaradağ Lokbatan out vuracaq. Riskli hərəkətlər.
Difai aksiyon heyətində qayda pozulub. Sarı bərəyə və söz söyləmək olmaz. Hakimə qarşı futbolçu yerde ölür, futbolçu yere yıkılıp bunlar deyir hakim deyir sarı ver çıx poleye ama həkimi birinci meydana bırakır. 6 dəqiqə əlavə olunur ikinci hissəyə. Söz söyləyək kanalımız cərimə oluna bilər. Ona görə kanalımıza görə heç bir tamaşaçıdan ya da heç bir azarkeşdən xahiş edirəm ki söz söyləyək. Qaradağlı Ekbatanın 6 dəqiqəsi var ki qələbə topu ilə bərabərlik topunu vursun. Əla bir pas. Ekbatan təmsilçisindən indi Difai Aksu pressing eləyir. Qaradağlı Ekbatanın da baş məşqçisi Füzuli komandasının sabiq oyuncusu Amit Quluzadə. Və pressing. Və indi Qaradağlı Ekbatan əla bir hücum eləyir. Bir dəqiqə 6 dəqiqəsi var. Ekbatan təmsilçisinin oyundan bir xalla ya da qələbə ilə ayrılmağa. Out Qaradağlı Ekbatanın da. Və korner alacaq deyəsən. Çünki oyuncular yox, qapıdan zərbə, korner deyil. Elə bildim kornerdə mi yox. Qapıdan zərbə ilə oyun davam edir. Əla bir pas. Qayda pozulub. Azarkeşlər dayanmadan qışqırır. Cərimə zərbəsi vuracaq Amit Quluzadənin yetirmələri hələ 6 dəqiqə var oyunun başa çatmağına. Və topu vura bilərdi. Neynirsən orada axı? Neynirsən orada axı? Ekbatan təmsilçisi bir gol vura bilərdi amma heç nə alınmadı. Heyif. Difai Aksu'nun oyunçusuna və Qaradağlı Ekbatanın oyunçusuna xəbərdarlıq olunur hakim tərəfindən. 93-cü dəqiqə gedir. Və qapıdan zərbə. Sarı bərək verdi hakim. Və top qapıdan çıxır. 94-cü dəqiqə gedir artıq. Son 1-2 dəqiqə. 2 dəqiqəyə bir gol vurmalısan Ekbatan təmsilçisi amma blok.
görək nələr baş verəcək oyunda. Və top qapının yanından keçir və out. Son 1 dəqiqə. Out. Leyla Vatan təmsilçisi neyniyəcək 1 dəqiqəyə? Və vurmalı daxı vurdu. Aha, nələr baş verəcək? Qapçı yerindədir. Bravo. Bravo, həqiqətən bravo. 6 dəqiqə kimi difai daxçı döyüşdü. Lökbatan təmsilçisi də elə döyüşdü. Oyunda artıq 3 gol var. Və oyun bitti. Sağ olun, salamat qalın. Sağ olun.